Və həmçinin başqa bir hədisdə də yenə də Buxari və Müslimdə rəvayət olunur. Ənəs bin Məlik radiyallahu anhu deyir ki, Əbu Talha, bilirsiniz Əbu Talha Peyğəmbər sallallahu əleyhi və səlləmin səhabələrindən biri idi, ənsarlardan. Deyir ki, Mədinədə ənsarlardan ən çox malı olan idi Əbu Talha. Və deyir ki, onun ən sevimli malı Beyruhə adlandırdığı bir bağı idi. Onun bir bağı var idi və ona Beyruhə deyərdi. Və deyir ki, o məscidə tərəf idi, yəni məscidin qabaq tərəfində də belə deyək, qarşısındaydı. Yəni Peyğəmbər məscidinin qarşısındaydı. Yəni xurma bağı idi. Ən varlı ənsarinin malı idi. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o bağa girərdi və orada olan gözəl sudan içərdi. Yəni o bağın içində quyu var idi. Suyu yaxşı olan, dadlı olan bir quyu var idi və Peyğəmbər sallallahu aleyhi və səlləm nə edərdi? O bağa girib o sudan içərdi. Və burada bəzi kiçik faydalar var. Alimlər qeyd edirlər ki, yəni burada məsələn, əgər bilirsənsə ki, sənin tanışığın, dostluğun, yəni məsələn də bağı var və ya suyu var və ya hansısa bir malı var və o etiraz eləmədiyini bilirsən, yəni ehtiyac yoxdur ki, hər dəfə ondan icazə alasan. Əgər bilirsənsə ki, bundan yəni razıdır, etirazı yoxdur, ondan icazəsiz də girib hər hansı bir, yəni ondan faydalana bilərsən. Bağından, suyundan və s. Və deyir ki, indi bildiniz də, məsələn, təsəvvür elədiniz də, yəni ənsarlardan Əbu Talha nə idi? Ona ən sevimli mal, çünki ola bilər də insanın elə bir malı ola bilər ki, elə bir yeri ola bilər, elə bir evi ola bilər ki, digər mallarından ona daha sevimli olsun, özünü orada daha yaxşı hiss eləsin. Hətta ola bilər ki, qiymətdə başqa mallarından yüksək olmasın qiyməti, ancaq sırf ona daha sevimli bir yer idi, malı idi. Və o zaman ki, Allah Subhanahu və Teala'nın bu ayəsi nazil olur, Lən tənəlul birra həttə tunfiqu mimmə tuhibbun, siz sevdiyinizdən xərcləmədikcə, yəni xeyrə çatmazsınız. Və buradakı xeyr bir sözünü bəzi alimlər deyirlər ki, cənnətdir. Burada nəzərdə tutulan cənnətdir. Yəni, əgər sevdiyi bir şeydən xərcləməsəniz, yəni Allah yolunda, nədir? Cənnəti əldə etmiş olmazsınız. Və bu ayə nazil olanda, indi fikir verin sahabələrin fəhminə və xeyrə həris olmaqlarına və Allahın kəlamına həris olmaqlarına, yəni nazil oldu, eşitdim, iman elədim, təkcə yox. Oxudum, başa düşdüm və ona əməl elədim. Nəinki əməl etdim, əməl eləməyə tələsdim. Aydındır. Ayə nazil olan kimi, ona çatan kimi nə edir? Gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, qalxır, deyir ki, ey Allahın elçisi, Allah subhanahu wa ta'ala deyir ki, siz sevdiyiniz şeylərdən infaq etmədikcə, xərcləmədikcə, yəni xeyrə çatmazsınız və ya cənnəti qazanmazsınız və həqiqətən də mənim malımdan mənə ən sevimlisi həmən o Beyruhədir, həmən o bağdır və mən onu Allah üçün sədəqə verirəm və ümid eləyirəm ki, onun mükafatını, savabını Allah yanında qazanaram və mənə lazım olduğu vaxt, yəni qiyamətdə və ya çətinlik halında Allah Taala ona görə mənim mükafatımı verər. Və deyir ki, ey Allahın elçisi, hara istəyirsənsə onu yəni payla, təyin elə. Yəni deyir, mən Allah üçün bunu sədəqə verirəm, kimə verim, necə eləyək, onu sən qərar ver. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəx, zəlikə məlun rabih, zəlikə məlun rabih. Deyir ki, bəh, yəni xoşuna gəlir bu əməli, deyir ki, bu həqiqətən də uğurlu, yəni qazanclı bir maldır. Bu həqiqətən də qazanclı bir maldır. Yəni Allah yolunda bunu sədəqə verirsənsə, sən artıq qazanmısan, sənin ticarətin nədir? Uğurludur, qazanclıdır Allahla ticarətin. Və deyir ki, qad səmi'tu mə qultə fiyhə və ərə ən təcələhə
fil aqrabin. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən eşitdim sənin onun barədə dediyi, yəni başa düşdüm ki, sən onu sədaqə vermək istəyirsən və sən onu öz qohumlarına ver. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm öz qohumlarına əmr edir ki, o sədaqəni öz qohumlarına ver. Buradan da bir fayda çıxarırıq ki, insan yaxşı olar ki, başqalarına sədaqə verməmişdən öncə öz qohumunda əgər kasıb-küsub varsa, ehtiyacı olanlar varsa, öz qohumlarına sədaqə versin. Və sonra da Əbu Talha radiyallahu anhu, Allah ondan razı olsun, qohumları arasında, qohumlarına və əmisi uşaqlarına o bağı sədaqə verir. Fikir versiniz, qardaşlar, səhabələrin xeyrə olan və Allahın əmrlərinə olan hərisliyini. Dərhal ayə inən kimi eşidir və heç düşünmədən, tərəddüd eləmədən ən sevimli malını sədaqə verir.